Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla bir mühendisliğine karşı Türkçe eski kitaplar programının 473. bölümün başlığı xeyirli olsun. Geçenki cəlsədə məsnəviyə mənəviyə olan şərhlərdən 8 dənə tapdıq. Bunlardan 5-i farsça idi, 3-ü Türkçe idi, 3-ünün ikisi çap olduğu üçün onlara layiqi qədər əhəmiyyət vermədik və biri ki əl yazma idi, onunla biraz tanış olduq. O kitabda ehtimalən biz bir şeyi atladıq. O da buydu ki, kitabın sonunda tarix nöqteyi tarix qoymuşdu. Yəni bir kəlmə yazmışdı ki, biz onu əlifba üzü ilə tapacağıq ki, ədədləri neçədir. Biz hesabladıq, ehtimalən yanlış hesabladıq. Oldu 715, yəni 715-də bu kitab yazılmışdı. Yəni 733 il öncə bu kitab yazılmışdı. Amma sonra kitabın özünü oxuyanda gördük ki, bir ayrı tarix verdi. O tarix 1000 neçəyə rast gəldi. Onu şeiridə dedi və biz təəssüflə o şeiri nə deyirlər, oxuduq, amma yazmamışıq. O da əlbəttə ki, vermişdik, burada şey hesapladılar, bizim bu AI'lar onu hesapladılar. Bəlkə indi bizə onun sininin neçə olduğunu da belə yazmış ola bilərlər. Təmmət hazihil əsrarul ilahiyyə fi əvaxir şəhrilə. O tarixdə nə deyir? Əcəba, əlbəttə burada bir 672-də Moləvinin 672-də vəfat etməsini qədər 4 il ondan sonra beləsə bir şeylər. Nusxa kəlməsi 715-dir. Görün burada nə yazıbdır? Süleymaniyə, dəmirbaş budur, sınıflama budur və 5-ci cild, şayət 6-cı cild. 6-cı cild eyni ərəb fars müqəddimə, Türkçə geniş şərh, 7 cild istinad 660 tarixli Məhəmməd ibn İsa ilə Qonəvi həman Əl-Qonəvi nüsxəsi. Bəs bu 668 tarixdə yazılmış olubdu onda. Əlbəttə burada bunu da, indi diqqət buyurun, bu da bəs 668 tarixli Məhəmməd ibn İsa Əl-Qonəvi nüsxəsi 1036 tamamlanma tarixi. Bu kitabın tamamlanma tarixi 1036 imiş. Biz onu orada gördük. Burada böyləsi qalsın. Biz gedək və görək ki, bu günləri bizə hangi kitab rast gəlir və onunla hal eləyə bilirik, yox. Bir dənə kitab gördük. Tərcümeyi Türkiye Səvaqib ya Cami-ül Funun. Biz bir dənə Səvaqib dünənləri keçənki bir cəlsələrin birində tərcüməsi ilə tanış olduq. Çox da dərin bir kitab idi. Əcəba bu tərcümə o kitabın tərcüməsidir. Çünki bunda bir dənə də Səvaqib Funun yazılıbdır. Əcəba odur ya fərqli bir kitabdır. Əvvəl kitabın görək ki, türkcədir, farscadır, onu təşxis verək. Sonra kitab türkcədir. Sonra bunun fiziki yazısına geçməmişdən qabaq, hətta görək ki, bu Həzrəti Mövlananın haqqındadır. Yenə tərcümədir ehtimalən. Bunu baxarıq, tamam, bunu baxarıq. Bu da ehtimalən, amma bu funun deməyi məni biraz şəkkə saldı.
Kitabı əvvəl ölçübdür 2 yerdə, həm enin, həm boyun. Tərcümeyi Türkiye Səvaqib ya Camiül Funun 2 dənə adı var. Adı ya Əhməd adında bir adam bu kitabı alıbdır. 1648 nömrəyi bu kitab. Əlbəttə sonra bir dənə də kitabxanaya keçibdir. O kitabxananın möhrü də 8605 nömrəyibdir. Kitabın boyu 20 santidir. Eni isə 2 cild, 2 vəraq açılanda 28, yəni kitabın eni 14'dür. Bu vəziyyətdə gördük. İndi o nömrələri ki orada görmüşdük üstdə, onlar burada təkrar olur. 1648 burada görmüşdük. Əgər burada diqqət buyurun, biri budur və ikinci buradakı 8605'i də görmüşdük. Onu burada görmürəm, amma burada 1503'ü də görürük. Eyni halda burada böyük ədəddə qoyublar. Tərcüme Türkiye Səvaqib ya Camiül Funun, Türki Dərviş Məhmud Məsnəvi xan. Əcəba bu həman kitabdır ki biz oxuyırdıq. O deyək, mən elmi ər-rəmi sümmə türkəhu fəleysə minni. Mən ələmə rəmiyə sümmə tərəkəhu fəleysə minni. Belə bir hədis deyibdir ki, nədir bilmirəm. Kitab-ı Səvaqib, yəni Mənaqib Həzrət Mövlana. Kitabın adı budur. Kitab-ı Səvaqib, yəni Mənaqib Həzrət Mövlana. Bu bir ayrı xətt ilə qırmızıca yazılıbdır. Əcəba kitabın xəttlərinə bənzir ya yox, onu bilmirik. Burada bu kitabın sahibinin adı gəlibdir. İhtimalən nə olacaq bunun adı? Hüvəl həqir, hüvə min mülukül tahir. Oxuya bilmirəm təəssüflə bunu. Həzrəti Mövlana Qəddəsi Sirru Həzrətlərinin nisbət şərifi keslət Bakı nəyamədi, nə bağında başlap bölümləmədi. Burada bir yazılar birinci səfədə yazıb Kitabxanə Məclisi Sina. Bu İrandaymış. Məclisi Sina şah zamanı var idi. Bu indiki onun yerində Xobregan var. Bu orada olubdur və birinci səfədə çoxlu yazılar görürük. Buna əlbəttə sonra qeydib baxarıq. Kitabın ikinci vərağına gəlirik. Yəni bu ehtimalən birinci səfhənin ikinci. PDF göstərir ki, bu kitabın 206 səfhəsi var. Çünki hər səfhədə 2 vəraq var. Bunun 412 səfhəsi olmalıdır. Bunun ta əvvəldən bir dənə əks 2 dəfə təkrar olub. Diqqət buyursanız, yox, olubdur, bəli. Bu 1 cildidir yenə, bu da 2. Bunun birini çıxsaq, düz gələr indi bunun. Bu tərəfdən, o birisi tərəfdən də ehtimalən aynı olmuş ola bilər ya yox, ona baxaq. Cildi görsənir və içəridə bir yazı vardı. Burada əlbəttə bir şey yazıbdır. Ədədi oqunə, ufurə. Ədədi 18, oqunə, ufunə. İndi bu nə deməkdir? Ya 18 dəfə oxuna, püflənə. Belə bir şey deməkdir. Şumarəsi burada yazılıbdır. Yenə məclisi Sinada. Tamam. Axirdə vərəqlər təkrar olmayıb. Demək olar əvvəldə 2 səfhəni çıxsaq, bu kitabın şeyi düz olar. Təkrardan çıxarıq eşiyə. Qalanı bizim dərdimizə dəyər. Bu birinci səfhə A-dır. Birinci vərağın A-dır. Bu bunun birinci vərağın dalısıdır. Amma bunlar ağ tərəfləridir. Sonralar yazılıbdır. Əsli vərağımız buradan başlayır. Bu birinci vərağın A tərəfidir. Çünki arxasında bunun kitab yazılır. Görürük buradan. Çünki buradan onun hətta bu çarçıvə çəkilibdir. Çarçıvəni görə bilirik. Kitab biraz irad tapıbdır. Yəni diqqət buyursanız qıraqları çürüyübdür, qatlanıbdır, su gəlibdir ya yağ gəlibdir. Burada o çırmaqları kamil şəkildə görürük. Bir zərrə də kiçik eləyək, kitab yerləşsin bura. Kamil görə bilək. Tamam. İndi burada biz kamil səfhəni görürük. Çırmağın görürük. Ortasından da səfhə biraz qopubdur. Onu da görürük. Sonra qeydib bunu baxarıq. Görək nədir.
Birinci vərağa gəlirik. Əvvələn bu birinci vərağın B tərəfində səfhə cırılıbdır. Bir ayrı kağızla kəsiblər, bunu yapışdırıblar. O birisi tərəfdə biz bunu görmədik. Bunun demək olar ki, bir tərəfdən yapışdırıblar ki, cırılmasın. Biz bu tərəfdən görmürük o çırığı. Amma bu tərəfdə həttəmən beləsi nəzərdə tutaq ki, çırıq var imiş, ya çürük var imiş, onu düzəldiblər. Bir qərə və bir qırmızı xəttinə, əvvəl qərə, sonra ikinci xətt, içəri xətt. Qırmızı xəttinə çarçıvə çəkiblər yazının dövrəsinə. Çox da ciddi bir çarçıvə deyil. Orada burada nəzərə gəlir ki, əyilibdir və bir-birlərini kəsiblər. Qırmızı keçibdi ağa, qəriyə, qərə keçibdi qırmızıya. Qərə qırmızıya keçməyib normalda, amma qırmızı bəzən keçibdi qəriyə, kəsibdi bir-birini. Ya əyri axırda məsələn düz çəkibdi hətta xətt keşinə, sonra axırda bir-birinə yetirəməyibdi, əlinə onu əyri çəkib yetiribdi. Məsələn bunu görürük. Kitabın başında Bismillahirrahmanirrahimə ya bir şeyə deyək, yer qoyubdu. Nədir adı? Telefonumuz niyə beləsi dəyişdi? Bismillahirrahmanirrahimə ya bir nəxşiyə ya bir təsibə yer qoyubdu, amma işləməyiblər. Kitabın ortasına yenə baxırıq, görürük ki, kirlidir, ehtimalən su gəlibdir, amma çürüməkləri görürük. İkinci səfədən o qərə çarçıvəni ciziblər, amma qərə çarçıvə yoxdur, fəqət qırmızı çarçıvədir, ciziblər. Sətirlər bir-birinə yaxın olmasa da, birinci səfədə daha çox yaxın görünür, ikinci səfədə az yaxın görünür, amma kəlmələr bir-birinə çox yaxındır. Qırmızı rəngdən istifadə edib nöqtə və virgül yerinə. Bəzi kəlmələri qırmızıca yazıbdır və bəzi kəlmələrin başı üstə qırmızı xətt çəkibdir. Səbəb təəlifi kitabı ikinci vərağın A tərəfində görürük. Burada əcəba bir əlamət qoyubdur ki, bu kitabın 2 dənə əlaməti vardır, səfələr düz olsun. Bir aşağıda B tərəfin, səfənin, vərağın B tərəfində aşağıda, sol tərəfdə sonki vəraq hangi kəlmə ilə başlayacaq onu yazıbdır. İkinci bu kitabın başında belə nəzərə gəlir ki, kiçik bir 2 yazıblar. Bu da ehtimalən çox sonralar yazılıbdır. Dedik ki, bu kitabın qırmızı və nöqtələrdən istifadə ediblər virgül yerinə və nöqtə yerinə. Çarçıvələr qırmızıdır. Bəzi cümlələrin ya kəlmələrin başı üstünə qırmızı xətt çəkiblər. Bu da deməliyəm ki, kitab usulən qərə rəngi ilə, cöhər ilə yazılıbdır. Amma ərəbcə yazıları bu ayrılsın və bu türkcə kitabı oxuyan ərəb yaxşı bilmir, Quran olsa, hədis olsa düz oxusun, onların e'rabın ya səslərin qoyublar və standart ediblər. Bu dördüncü vərağa gələndə görürük ki, kitab yenə bu üçüncü vərağın aşağısına diqqət eləsək, görürük ki, həm çürüyüb də, həm 2 yerdən cırılıb, kağızla yapışdırıblar. Kağızla yapışdırmaq, yəni ki, cırılıbdır ya da cırılmaq üzərəymiş. Dördüncü vərağın A tərəfində şeyləri görürük, babları görürük. Kitab nə haqda yazılıbdır, onu görürük və davam edirik. Kitabın içi çox, təəssüflə çox bunu saxlayanlar ehtimalən yemək yeyə şey olmuş. Hətta belə nəzərə gəlir ki, bir şey yeyirmişlər, bir şey tökülüb, göydən düşüb o kasanın ya hər nəymiş onun içinə, sırtlayıb o su şorba tökülüb, kitabın hər yeri şorbadır. Kiçik damcalar, amma damcı tökülübdür kitabın üzərinə. O birisi səfhələrə gedirik, yenə kitabın üst tərəfdən çürüməsini görürük və kağızla yapışmasını. Qıraqlar da kamilən həpriyiblər, onu da deyək. Biraz sürəti çoxaldırıq. Burada qırmızı rəng tökülüb kitabın içinə yenə. Kitabın təqribən çox yerdə görürük, buradan gördüyümüz yerdə səfhələr təmir olublar. Bəzi kəlmələr dediyimiz kimi, məsələn, beytidir. Mən gördüyüm buradan onlar qırmızı yazıb, ya məsələn, bablardır, qırmızı yazılmışdı. Bir dənə burada şey görürük. Neçinci vəraqdır bu? 17-ci
vərağın A tərəfində bir yazı görürük. Bu yazı qıraq yazı görürük, yəni. Qıraq yazı nə deməkdir? Əcəba kitabın içindən yaddan çıxıbdı burada yazıblar ya şey. Onu oxuyanda əlbəttə gəlsək buradan oxuyub tapa bilərik. Ey aşıqi, mühibbi, müfrətü, munbəğizi, müfrət. Müqəvvil səndə Sultanül Üləma Həzrətləri Evliyaullah kar olmasından şək və şübhə yoxdur. Evliyaullahi kibar olmasından şək və şübhə yoxdur. Ancaq ərvah evliya istimdad etməsilə icmal ola, ancaq Ənbiya və İzam Həzrətlərinin ərvahı istimdad etməmək əmri bəidə beləsi bir şeydir. Ehtimalən bunu bir adam yazıbdır bunu. Birinci dəfə ki bunu gördük bir kitab, bu kitabda yazılıbdır. Təəssüflə bu kitab çox xoşbəxtliklə çox oxunub, amma çox pis saxlanıbdır. Yəni buna əmanət alanlar, şey deyənlər diqqət etməyiblər kitabı saxlamaqda. Kitabın saxlamağı çox önəmlidir dostlar. Hətta öz kitablarınızı ciddi saxlayın. Nəhayəti şəhadət Şəms-i Təbriz. Ehtimalən burada nəzərə gəlir ki, mətn xəttinə bənzər bir xəttinə Nəhayəti şəhadət Şəms-i Təbrizi deyə bir şey yazıblar. Ehtimalən şəhadəti olub, şahid olubdur Şəms-i Təbrizi. Biz öz adamlarımızı tanımırıq. Məsələn, mən burada bilmirəm Şəms-i Təbrizi nə cür ölübdür. Bu o halda ki, bizim adamımızdır. Amma filan kəsi biz bilirik Avropada, Amerikada nəfəs çəkibdir, neçə dəfə evlənibdir, neçə dəfə boşanıbdır, nə bilim. Burada bir səhviyyə rast gəlirik. Diqqət buyurun, mən bunu 50, 51-ci və 52-ci vərağa gəlirik. 51-ci vərağı A-nı görürük. Burada B-ni də görürük, 52-ci vərağın A-nı görürük. Tazaşdan səfəni vuranda yenə görürük ki, 51, 51B və 52A var. Niyə? Çünki bunun ortasında bir kağız varmış. O kağızı buradan götürməyiblər. O kağız qalsın bu səhifədə. Əcəba burada bir irtibatı var imiş, bir ilgisi var imiş bu iki səhifə ilə ya yox. Onu itirməmək üçün əvvəl kağızı götürüblər. Kağızı götürüblər və kitabı səfənin əksini salıblar. Sonra qoyublar, tazaşdan salıblar. Bu bizə göstərir ki, buradan 4 səhifə kitaba izafə olubdur. Feylən buradan bunu gördük. Mən çox diqqət eləmirəm. Əgər olsa tikrarlar, o cür bir tikrarlar olsa görəcəyik. Olmasa görməyəcəyik. Kitab çox gözəl bir əl yazmadır əlbəttə. Burada 69B-də görürük ki, bir su ya bir şey tökülübdür. Rəh biraz qarışıbdır, amma oxunan bir xəttidir. 72A-da görürük ki, burada da çox belə kitaba zərər vurublar. Ehtimalən su tökülübdür ya bir şey tökülübdür bu kitabın üzərinə və silinməyə çalışıbdır. Mən diqqət eləmirəm ki, əcəba bu səhifələr qopubdur ya qopmayıbdır. Məsələn, burada 79B-də görürük ki, yenə burada qərəliyiblər, sürtüblər. Ehtimalən, bilmirəm nə cür olubdur. Yəni, bunu təşxis verə bilmirəm ki, necə ola bilər belə olsun. Çünki siliblər, bir yerlərə elə bir su tökülüb onu silməyə çalışıblar. Kitabın qıraqları çox kəsibdir. Bu, əldən elə keçməyin, işləməyin və adamların iş əhli olduğunu göstərir. Yəni, əlləri ehtimalən, məsələn, işdən çıxıblar, bu kitabdan gediblər, biraz oxuyarlar. Əllərinin o təri, yağı dəyib kitaba və kitabın dövrəsi çox kəsif görsənir. Çox kirli görsənir. Kitabı çox rahatca təşxis vermək olar. Kitab
cırılıb ya yox. Çünki aşağıda yazı var, üstdə də sonra nömrə qoyublar. Məhəlli vəfat Həzrəti Mevlana Təqəddəs Sirruhul Əziz. Bu xətt ayrı bir xətt ilə yazılıb nəzərimə gələn. Bu da qıraqda yazılmışdı, ona görə oxudum. Belə nəzərə gəlir ki, bəzən bir kəlmə mətndə yaddan çıxıbdı ya da yarımçıq yazılıbdı. Onun davamı çərçivənin eşiyində gedə bilir. Kəlam-ı Şeyx Həzrəti Bəstami. Bu da eşikdədir. Şeytan gözülməsi ya kör olması, belə bir şeylər qıraqda yazılıbdır. Əcəba bunlar içəridən çıxmış, unudulmuş sözlərdə eşikdə yazılıbdır, yoxsa bunlar sonra bir nəfər oxuyanda deyib ki, bu söz dəyişir, buna bir başlıq yazıb eşikdə. Beləsi bir şeylər görsənir. Onlar əlbəttə adam kitab oxuyanda təşxis verə bilər. Bu kitab çoxlu ruhlar bu kitabla alverə giriblər, danışıblardır. Bu əl yolları düzdür, bunu kəsib göstərir bu işlər. Amma bunlar o ruhları da göstərir ki, nə qədər susuz və ac ruhlarmışlar, istirmişlər bir şeylər öyrəşsinlər, dünyadan bir şeylər düşünsünlər və bu kitabı oxumağa çalışdılar. Kitabın bir neçə səhifəsinə gələndə diqqət eləməmişdim mən. Kitabın başına su gəlibdi. Ehtimalə əvvəldən var imiş, mən diqqət eləməmişəm. Kitabın üst tərəfinə və dövrəsinə, yəni ağız tərəfindən ki açırıq, ora su gəlmiş imiş. O çürümaqlar bəlkə ondan ola bilərmiş. Burada daha rahat gördüm. Biraz şirzat az olduğu üçün o daha gözə dəydi. Amma kitab dediyim kimi çoxlu oxunubdur. Kitabın sonu təmmə yazılıbdır. Yəni vəraq qutarıbdır. Vərağın son o xəttin axırı Allahum mərzuqna aşağısında da yerləşməyib təmməni yazmağa. Çərçivənin eşiyində təmməni yazıblar. İndi bu təmmə belə yazılması bizə nə göstərir? Təmmənin belə yazılması bizə göstərir ki, bu kitab əvvəlcə çərçivə çəkilibdir, sonra bunun içi yazılıbdır. Və xəttlərin düzlüğü bizə göstərir ki, demək bunu da deyim ki, bu kitab 101 vəraqda yazılıbdır. Əvvəl vərağın A tərəfində ayrı bir şeylər yazılmışdı. Axir vərağın B tərəfində ayrı bir şeylər mümkündür yazılıbdır. Bəli, bir cədvəl çəkiblər. Çox pis bir Məclis-i Şuranın, Məclis-i Sinanın möhrü var. Bir də aşağıda bir yazı var ki, zahirən kitab sahibi kimdir? Bu Sinan Əl-Ləmənət belə bir adı var imiş, hər kəs imiş. Kitab da əlbəttə 2 yerdən, 3 yerdən cırılmağa çalışıbdır. Onu da, yəni 4 yerdən bu səhifə, onu da yapışdırıblar ki, cırılmasın. Allah Taala rəhmət eyləsin. Bəs bu kitabın yazılan yeri, bunu eləyə bilərik deyək. Yazılan yeri, mən bunu indi burada sürətlə də bu şeyə deyim. AI-mıza ki, bunu saxlasın. Önəmlidir bizim üçün bu kitab haqqında məlumat verək. Bugün bir Ağustos'un 20'sidir və biz bir Türkçə əlyazma və əski kitabla tanış olmağa çalışırıq. Kitabın adın PDF-də yazdıqları tərcümeyi Türkiyi Səvaqib ya Cami-ül Funun deyə burada PDF-də yazıblar. Kitabın zahirən İran Məclisi Sinasında, Sina Məclisində saxlanılan kitabxanasında ki, indi hətmən Cumhur İslami dövründə Məclisi Şurayı İslaminin kitabxanasına geçmiş ola bilər. Kitaba nömrə vurulubdur 1648 Tərcümeyi Türkiyi Səvaqib ya Cami-ül Funun deyə cildin iç tərəfində, yəni B tərəfində beləsi yazılıbdır. Birinci vəraqdakı kitabda görürük və rəngi sarıdır. Orada xəttkeşlə ölçüblər səfənin uzunluğun
ki 20 sant bu kitabın uzunluğu olmalıdır. Kitabın çürümağını görürük. İkinci PDF-də yazıblar ki, bu kitabın 206 vərağı var. Amma biz diqqət eləsək görürük ki, burada ikinci vəraq birinci vərağın təkrarıdır. Yəni yenə aynan 1648 nömrəli və tərcümeyi Türkiyə Səvaqib ya Cami Elfunun kəlməsini görürük. Kitabın enin burada ölçməyə çalışıblar. 28 2 vərağın eni, yəni 2 səfənin eni kitabı açanda cildi açıbdır. 28, yəni hər vərağın əni 14 santimetrdir, boyu 20 santimetrdir. Bunu gördük. Pəs burada kitabın səhifələri ilə bir dənə izafədir. Bunu gördük. Ortada da bir yerdə kitabın səhifəsi izafədir. Çünki bir vəraq izafədir. Çünki bir səhifənin əksini 2 dəfə qoyublar. İlləti də budur ki, orada bir kağız var imiş, bir ayrı kağız, tikə kağız var imiş, kəsiblər, qoyublar onun arasına. Bir dəfə onu götürüblər, əksini salıblar, bir dəfə təzəşdən onu qoyublar, əksini salıblar. Bu səbəb olub ki, bir vəraq da orada izafədir. Pəs burada kitabın 204 vərağı olmalıdır PDF-də. O 2 dənənin izafini çıxdıq. Kitabın əslində ikinci vərağa gələndə, yəni PDF-də ikinci vərağa gələndə görürük ki, kitabın başında 1503 və 1648 nömrə və bu 1600-ün altında bir xətt çəkibdir. Onun altında 23429 Türkçə tərcümeyi Türkiyə Səvaqib ya Cəvami Elfunun Türki Dərviş Məhmud ya Məhmur Məsnəvi xan adında bir kağaza yazıblar, yapışdırıblar birinci vərağa, cildidən sonraki birinci vərağın B tərəfinə. İkinci vərağın A tərəfi ağdır və B tərəfində mən ələmə rəmyə sümmə tərəkəhu fəleysə minni deyə bir hədis kimi bir şey yazıblar və bu cində səhifə ağdır. Kitabın əsli yazın səhifəsi, yəni ağ səhifələri keçəndən sonra əsli yazı səhifəsi bu 1 olacaqdır. 1-in A tərəfi yazı ağ qalmışmış, amma bunu sonralar adamlar bunu özləri götürüblər, bir ayrı xətt ilə bir şeylər yazıblar. Kitabın təqribən bir çox səhifələrində, qıraqlarında hər 4 tərəfində əprimaq, çürümaq görünür. Bəzi yerlərdə su gəlibdir, o da görünür. Ortada səhifə bir-birindən ayrılmaq acıca görünür. Məclis-i Sina kitabxanı, Məclis-i Sina möhrü bir dairəvi möhrüdür. O burada görünür. Həmən şumarələrdəki öncə oxuduq, burada görünür. Birinci səhifənin birinci vərağın A tərəfində yap başda qırmızı xətt rəngilə Kitab-ı Səvaqib, yəni Mənaqib Həzrət Mövlana burada yazılıb. Yəni bu bəlkə kitabın adına dahi yaxın ola bilər. Amma onun altında çox bir kiçik möhür var. Mən o möhürü oxumağa çalışacağam. Görüm ki, eləyə bilsək. Sadiq olacaqdır. Sadiq adında bir möhr Məhəmməd Sadiq, hətta Məhəmməd bir gül kimi yazılıbdır. Bunu oxumaq olur. Sol tərəfində aynı yazının bir xətt ilə, nöqtəsiz və dişsiz, rəndanəsiz xətt ilə kitabın sahibi yazılıbdır ki, 1184-də buna sahib olubdur. Amma mən bunu oxuya bilmirəm. Biraz qarışıq yazılıbdır. Bunu oxuya bilmirəm. Tahir oxunur axirdə, amma o birisləri oxuya bilmirəm ki, nə deməkdir. Həzrəti, burada bir şeylər yazılıbdır. Kitabın ortasında neçə dənə deyək? Kitabın adı, iki dənə möhür görürük səhifədə və 1 yazı, 2 yazı, 3 yazı, 4 yazı, 5 yazı, 6 yazı və 7 yazı görürük ki, burada yazılıb bu səhifədə fərqli.
O birisi səhifəyə keçirik. Kitabımızın o birisi səhifəsinə keçəndə görürük ki, kitabın birinci səhifəsinin B tərəfində və ikinci vərağın B tərəfində və ikinci vərağın A tərəfində əvvəl qərə midadla ya qərə cövhərində bir çərçivə çəkiblər. Onun içində qırmızı cövhər ilə bir çərçivə çəkiblər. Çərçivələr düz çəkilməyibdi və bir-birlərini kəsirlər ya ucları əyri olur. Normalda qırmızı bəzi yerlərdə keçir, qərəni kəsir, çünki içəridədir və bəzi yerdə xətti çəkiblər, yetişdirməyiblər bir-birlərinə ucuca, məcbur olublar əlinlə çəksinlər, əyri olur. Bu da görsənir ki, diqqət ilə bu kitabı işləməyiblər. Çox bir məsələn dərbar ya səltənət üçün yazılmayıbdır. Bir çox önəmli bir şəxsiyyət üçün yazılmayıbdır. Kitabın birinci vərağın B səhifəsindəki başlayıb kitab başda bir 7-8 sant kitabın çərçivə çəkiblər, amma için boş qoyublar. Ta burada ya Bismillahirrahmanirrahim yazılsın, ya bir nəqqaşlıq olsun, ya bir təzhib olsun. O təzhib çəkilməyibdir. Amma o bölümü mətndən başlayandan ayırmaq üçün iki qırmızı xətt ilə onu ayırıblar. Kitabda qərə cövhərindən yazılıbdır. Sətirlər bir-birlərindən aralıqları pis deyil, amma kəlmələr bir-birinə sıxır. Qərə cövhərindən onların rəng, erabını da qoyubdur. Bu ta bəlli olsun və türkcə oxuyan bir insan onları doğru oxusun. Kitab bu şəkildə gedir və 4-cü vərağın A tərəfində bu kitabın fəsilləri görürük. Kitab çox əl dolandırıbdır, oxuyanlar çox olubdur və bunu saxlamaqda çox diqqət etməyiblər. Bəzi səhifələr zədələniblər. Bəzi səhifələr zədələniblər, onu ayrı bir kağızla təmir ediblər ki, daha çox olmasın. 17-ci vərağın A tərəfində qıraqda bir yazı yazılıbdır və bu yazının da təəssüflə su keçdiyi üçün ehtimalən rəngi düşübdür. 16 B-in üstünə aşağı tərəfdən üçün yazılıbdır, aşağı tərəfə düşübdür. Bir ayrı xətt ilə yazılıbdır. Əcəba bu nə deməkdir, niyə burada yazılıbdır, onu oxumasaq bilməyəcəyik. Kitabın sürətlə çox əl dolanıbdır, onun üçün də insanlar kirli saxlayıblar, bəzən yemək filan tökülüb kitabın içində. Əlbəttə bəzi kəlmələr məsələn belə nəql olunur deyə ya məsnəvi, bunlar türkcə yazılıbdır. Nətəkim vaqe olmuşdur məsnəvi bə'dəhu, belə kəlmələri görürük ki, qırmızca yazıblar, bu əvvəllərdə yox idi və Sina kitabxanasının möhrü bəzi səhifələrdə görünür. O səhifə ki, təkrar olubdur ortada 51B və 52A səhifəsidir ki, 2 dəfə təkrar olubdur o kağızdan ötürə ki, üstündə yazıb Əl-İxva'u haləti beynəl-İlhari vəl-İdğam Ariyətun ən-təşdidi mə'bəqa'il ğənəti İqtarabə linnasi Belə bir kağız yazılıb qoyub bunun ortasına. Onun üçün o səhifəni təkrar ediblər ki, həm o səhifəni, o kağızın altı oxunsun, həm o kağız da əmanət olaraq orada qalsın əgər bir ilgisi olsa. Bəzi